Bonjour à tous. Hello everyone. Əziz abituriyentlər, bugünkü dərsimizdə 2025-ci il 26 aprel tarixində 9-cu sinif buraxılış imtahanında həm ingilis, həm fransız dili öyrənən şagirdlərə təqdim olunan şəkil üzrə esse nümunəsindən danışacağam. Esseni ilk öncə sizə fransız, daha sonra ingilis dilində təqdim edəcəyəm. Çünki hər iki dil üzrə eyni şəkil təqdim olunub şagirdlərə. Odur ki, videonun linkini üzv olduğunuz bütün qruplarda, sosial şəbəkələrdə və sinif yoldaşlarınızla paylaşmağı, videonu faydalı hesab etsəz, like etməyi və yorum bölməsində öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Əgər siz də bu şəkil üzrə esse nümunəsi yazmısınızsa, həmin esseni kommentariya bölməsində mənimlə paylaşın. Mən sizin səhvləriniz varsa onları düzəldəcəm. Belə, indi isə keçirik esse nümunəmizə. Mən belə bir esse qurmuşam. Deməli, ilk olaraq şəkilə baxırıq. Şəkildə deməli, birinci şəkildə görürük ki, deməli, 2 şagird var və ağacda bir pişik görürük. Pişik ağaca çıxıb, 2 uşaq maraqla həmin o pişiyə baxırlar. Digər şəkildə isə artıq onlar xilas ediciləri çağırıblar. Xilas edici gəlir və pişiyi ağacdan qurtarır. Üçüncü şəkildə isə 3 uşaq və pişik artıq yerdədir. Onunla belə deyək, söhbət edirlər, nəsə deyirlər belə. İndi isə esseyə baxaq. Deməli, və ağacdan orada yarpaqların töküldüyünü də müşahidə edirik və bunu nəzərə alaraq mən payız fəsli olduğunu düşündüm. Odur ki, cümləni belə, esseni belə qurmuşam. C'est l'automne, payızdır. Leo et Max jouent dans la cour. Leo və Max həyətdə oynayırlar. Soudain, birdən, qəfildən. Leo voit un petit chat qui miaule sur une branche de l'arbre. Leo deməli bir ağacın bir budağında, belə deyək, ağacın budağında miyoldayan bir pişik görür. Balaca bir pişik görür. C'est le chat de son ami Paul. Bu onun dostu Paul'un pişiyidir. Les enfants appellent les pompiers. Uşaqlar xilas ediciləri çağırırlar. Pour sauver le chat, pişiyi xilas etmək üçün. Les pompiers arrivent. Xilas edicilər gəlirlər. Montent à l'échelle və nərdivanla qalxırlar. Ils descendent le chat. Onlar pişiyi düşürdürlər. Ensuite, daha sonra ils appellent Paul. Onlar Paul'u çağırırlar. Il vient et voit son chat. O gəlir və öz pişiyini görür. Il est très heureux. O çox xoşbəxtdir. Et remercie ses amis. Və dostlarına təşəkkür edir. Leo et Max sont fiers de leurs actions. Leo və Max öz işləri ilə fəxr edirlər, qürur duyurlar. İngilis dilində artıq tərcüməni etməyəcəm, çünki bir dəfə fransız dilində esseni təqdim edərkən tərcümə etdim. Odur ki, təkrar tərcüməyə ehtiyac görmürəm. Deməli, mən esse nümunəsini bu şəkildə qurmuşam. Ola bilər sizin fərqli versiyanız var. Həmin qurduğunuz, imtahanda yazdığınız esse nümunəsini və ya sonradan fikirləşdiyiniz esse nümunəsini çox xahiş edirəm ki, mənimlə şərh bölməsində bölüşəsiniz. İndi isə həmin esseni sizə ingilis dilində təqdim edirəm. It's autumn. Leo and Max are playing in the yard. Suddenly, Leo sees a little cat mewing on a branch of the tree. It's his friend, Paul's cat. The children call the firefighters to rescue the cat. The firefighters arrive and climb the ladder. They bring the cat down. Then they call Paul. He comes and sees his cat. He is very happy and thanks his friend. Leo and Max are proud of what they did. Belə, mən esseni bu şəkildə təqdim etdim. Əgər videoları xoşladısa, bəyəndinizsə, like edib, əməyimə sayğı əlaməti olaraq kanalıma dəstək olmağı unutmayın. Bu qədər. Növbəti video dərslərdə görüşərik. A bientôt. See you soon.